Mən çox hədiyyə almışam valideynlərdən. Amma məni bu hədiyyə kimi duyğulandıran bir hədiyyə olmayıb. Çünki mən bu uşağı sosialdan tanıyıram. O da məni elə bir-birimizi görməmişik. Mənim dərs keçdiyim uşaq deyil. Məni izləyən bir uşaqdır, autizmli bir uşaqdır. Həmin uşağın 10 yaşı tamam olur və məni izləyir. Hər izləyəndə də konfet müəllimə deyir mənə. Bugün onun belə gözəl konfetlərini alıram. İndi məktubunu da oxuyacağam sizə. Çox duyğulandım. Həqiqətən mən həmişə arzu edirəm ki, bu uşaqların sağlığı yerində olsun. Həqiqətən uşağım olmasın da dərs keçməyə. Anam da həmişə deyir ki, sizə arzu eləmirəm ki, işiniz bol olsun. Çünki sizin işinizin bol olmağı bu uşaqların da sağlığının yerində olmamağı deməkdir. Ona görə həqiqətən bugün çox belə, nə bilim, başqa bir duyğular yaşadım. Çox sağ olun. Minnətdaram sizə. Gəlin indi balımın mesajını oxuyum. Əziz Güner müəllimə, konfet müəllimə, mənim müəllimim olmasaz da mənə göstərdiyiniz sevgi və diqqət üçün sizə təşəkkür edirəm. Sizin gülər üzünüz və mehribanlığınız məni çox sevindirir. Bayramınız mübarək, həmişə belə şirin və mehriban qalın. Digər kağızda yazılıb ki, bugün mənim 10 yaşım tamam olur. Mən dünyanı biraz fərqli görürəm. Amma sizin bütün qəlbimlə sevirəm. Hər gün mənə anlayış göstərən müəllimlərimə, sürücülərə, dostlarıma və məni sevən hər kəsə təşəkkür edirəm. Sevgi ilə qalın. Allahım.